Mən Əliyeva Aysun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya Fakültəsinin Tarix və Coğrafiya müəllimi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. 21 yaşım var. İlk olaraq bilmək istəyirdim ki, siz artıq 3-cü kurssuz və müəyyən qədər təcrübəniz var. Ümumiyyətcə bu tələbəlik illəri dövründə tələbəlik illəri sizə nələri öyrədib? Tələbəlik illəri mənə həm demək olar ki, universitet daxilində bizə keçirilən dərslər olsun, həm bu mənim akademik göstəricilərimi daha yüksək səviyyəyə gətirib çıxarmağıma. Eyni zamanda bizdə universitet daxilində hansı ki tələbə təşkilatları var. Bunlara ATBU Yeni Klub, ATBU TV, daha sonra ATBU Tələbə Gənclər Təşkilatı kimi bir çox təşkilatlar var. Hansı ki bu təşkilatlara mən qoşularaq orada müəyyən bir təcrübələr əldə etmişəm. Buna mən 3 il ərzində desəm, ən böyük mənim nailiyyətlərimdən biri də məhz problem solving bacarığımı daha çox artırmağım olubdu. Hansı ki vaxtın düzgün idarə olunması olsun və yaxud da ki bunlara hansısa bir problem olanda artıq problemlərə üzərinə getməyi bacarmağım olsun, həmin problemləri həll etmək bacarığım olsun ki, yəni bu bacarıqlarımı özümdə formalaşdırmağa çalışmışam. Hansı ki özümü bir lider olaraq formalaşdırmağa çalışıram. Eyni zamanda buna da Azərbaycan Dövlət Pedaqoji Universitetinin özü dəstək göstərir. Hansı ki bizə Gələcəyin Təhsil Liderləri layihəsi var ki, bu layihə bizə təqribən olaraq hər il ərzində bizdə 2 mövsüm həyata keçirilir və bu mövsüm ərzində bizə 1000-dən çox tələbə bura müraciət etmişdi. İkinci mövsümdə artıq 900 plus tələbə iştirak edirdi və qeydiyyatdan keçən tələbələrin içərisində yalnız 50%-ni birinci turda keçmə şansı vardı. Bu da imtahanla həyata keçirilirdi. Birinci mərhələdə əsasən dünya görüş, daha sonra müasir trendlər, pedaqoji universitetlər haqqında məlumatlara əsasən imtahanlar həyata keçirilir. Və buradan 50% tələbə qəbul olur. Daha sonra ikinci mərhələdə isə məntiq, daha sonra hansı ki verbal analiz testləri və s. kimi üzərindən aparılır. Eyni zamanda burada da 50% tələbə həyata keçirilir. Yəni buradan keçirilən tələbələrin hər biri artıq final mərhələsində vəsəq qanunlanır. Burada isə təqribən olaraq bizə keçən mövsüm 105 tələbə iştirak etmişdi final mərhələsində. Final mərhələsi isə həddindən çox maraqlı bir mərhələdir. Çünki bu mərhələdə artıq sən həm layihə idarə etməyi bacarmalısan, hansı ki bizə bundan əvvəl həmin final mərhələsi üçün bizə hazırlıq prosesləri gedir. Orada biz öz komandalarımızla əvvəlcədən tanış oluruq, hansı ki həmin komandalar daxilində bizə intellektual oyunlar və sair tipli oyunlar keçirilir ki, bu oyunlar zamanı biz birimizdən daha yaxşı ünsiyyət qurmağı bacaraq, daha sonra birimizi daha yaxından tanıyaq, hansı ki final mərhələsində bu daha çox vacib amildir. Çünki sənin həm analiz qabiliyyətini bilməlisən ki, komanda yoldaşının analiz qabiliyyəti necədir, təqdimatçılıq necədir, liderlik qabiliyyəti nə yerdədir. Sən bu kimi məsələləri bilməlisən ki, final mərhələsində artıq bir problem yaşamayasan. Final zamanı isə artıq bizdə komandaların təqdimat prosesi olur. Komandaların təqdimat prosesindən daha sonra bizə hansı ki vərəqlərdə gətirilir, mövzular verilir və həmin bizə 5 mövzu verilmişdir və o 5 mövzunun içərisindən hansı ki bir mövzu seçirsən və onunla uyğun olaraq həmin istiqamətdə layihə yazmağa başlayırsan. Hansı ki burada 16 nəfər müəllim olur və həmin müəllimlər bir-bir masalara yaxınlaşırlar komandalara, həmin komandalardakı komanda daxili oyuna baxırlar, komandanın ruhuna baxırlar, hansı ki gənclər arasındakı hər bir gənc üçün fərdi olaraq onların liderlik qabiliyyətləri üzrə qiymətləndirilir və yekun olaraq 10 tələbə qəbul olur və qəbul olan tələbələr üçün 1000 manat mükafat verilir. Daha sonra isə universitetimiz tərəfindən hansı ki mentorluq dəstəyi göstərilir. Eyni zamanda bu mentorluq dəstəyini biz rektor tərəfindən onlar görüş qazanırlar. Daha sonra hansı ki onlar rektorun öz fikirlərini alırlar. Burada da təhsil liderlərinin əsas mahiyyəti isə hansı ki tələbələrdə təhsil idarə edilməsi üzrə fokuslanır. Yəni bu mərhələlərdə də final mərhələsində də əsasən daha çox yönləndirilir ki, onların problem solving bacarığına daha çox yönləndirir. Məsələn, idarədə hansı ki, məsələn, sən təhsil nazirisən və təhsil nazirisənsə, tutalım ki, sənin işçilərinin data məlumatları oğurlanıb. Bu zaman sən necə həmin problemi həll edəcəksən? Bu məsələlərə baxılır.